Özü çağırıb, çempion olmuşam. Deyib ki, Orxan, sən bizə layihə ver, da quzalir olsan. Deyirəm, qardaş istəmirəm də ki, mən gedirəm İspaniyada yaşayıram. Yox, gəl sən bizə lazımsan. Hə, yaxşı. Bir səhv elədim yenə qayıtım da. Layihə versən, görsən layihə var. Qurumun adını da deyə bilərəm, prosta demirəm. Öz adından təqdim elədi də, o mənada deyirsən, oğlu. Heç oraya da bilmir. Heç onun ağlı da çatmır oxuramağa ya. Çünki o layihənin kökü səndədir. Ya layihə deyək ki, Azərbaycana investisiya gətirməklə bağlıdır. Deyirəm, pul istəmirəm də. Gətir 10 layihəm var. Bir test kimi bunu verim, görüm dediyi düzdür, yoxsa yox da. Görüm bunlar doğrudan belə ədalətlidir. Qarabağa xarici investisiya gətirmək haqqında sənə layihə vermişəm. Layihənin də məsuliyyəti məndədir. Market eləmə, nə qədər bilgim var o sahədə. Bu layihəni özdə Estoniya eləyib, filankes dedim, bunu Ermənistan eləyəcək ya, biləsiz. Kim tutdu da Cənubi Qafqazda. Gürcüstan elədi. Layihənin də onlayn marketinq bütün detallarını vermişəm. Götürür layihəni mən görürəm ki, təzə bir sayt qurub mənimlə görüşə kimi. Saytın arxasına baxıram web arxivdə görürəm ki, təzə qurulubdur. Sən bir dənə, iki dənə, mən əminəm ki, xarici təcrübə yığmış azərbaycanlılar var ki, bu ölkə üçün çox işlər görmək istəyir. Oradan sonra gəlirsən bir yerdən sonra istəsən ki, bunu Azərbaycanda eləyəsən, özdə dünyanı fəth eləyəsən də Azərbaycandan. Belə istəyən var, mənə gəlir ki, o startapçılar var və s. var. Və belə asta gəldi. Sonra nə bilim belə Türkiyədə üçün qıvrılmaq da, belə qəribə hərəkətlər var dövlət qurumlarının bir çoxunun. Mən burada işlədiyim şirkət özəl şirkət idi. Amma hamı bilir ki, dövlət qurumuna bağlıdır. Dövlət Əmlak Komitəsinə bağlıdır. İndi bu normaldır da. İndi bizdə şirkətlər rəsmi də Dövlət Əmlak Komitəsinə bağlıdır. Dedim qardaş, ya Avropada ilk onluğa girək. Hansı xoşlara gəldi? Nazirin xoşu gəldi falan kəsin. Ha gedirik. Satışlar artır. Təsəvvür edin ki, mənim satışlarımdan sonra Amerika ilə Azərbaycan arasında ticarət dövriyyəsi desəm bizim xeyrimizə dəyişmişdi. Yəni ilk satış idi da. Hətta Lukashenko gəlib çatdı. Belarusun səfiri gəldi mənlə görüşdü. Vay, böyük işlər görürəm. Qardaş biz buyuq da. Bizim şirkət bu olmalıdır. Böyük işlər görən şirkət. Dedilər ki, Belarusun səfiri Paskeviç idi o. Hələ bir dənə çörək zad da gətirmişdi hədiyyə kimi, bir dənə araq gətirmişdi. Dedi ki, şirkətin rəhbərlə görüşdü. Dedi Orxan, Arxan deyirdi. Dedi Daxili İşlər Naziri bu saat bildi, gedib Lukashenko-dan danışır. Bütün bazarı sizə veririk. Türklərdən alırdıq, indi sizə veririk. Vau, getdik onu da götürək. Belə yanaşırsan. Görürsən, amma onun fikri nədir? Tutaq ki, indi Orxan özünü yaxşı apardı. Bu məcburi rəhbərlik bunun satış komandasının rəhbəri qoyacaq. Satış komandasının rəhbəri nə deməkdir? Dövlət Əmlak Komitəsindən xod olan. Vəzifəyə bu gələcək. Düşük üzr istəyirəm belə prezidentin ifadəsi deyə o Paşinyan haqqında deyir. Düşük söhbətlərdir də bunlar. Mənim onun fikrim yoxdur. Mən nəyəm lazım? Mən dövlət qurumundan işləməmək üçün gəlmişəm özəl sektora da. Mən deyirəm qardaş ki, bunu 100 milyonluq satış eləyək. 1 milyarda satış eləyək. Girək ilk onluğa Avropada. Yəni mən belə yanğı ilə deyirəm. Mən orada minusdan çıxmışam. Mən ailə özlərim şahiddir ki, mən orada 1500, 1300 maaş alırdımsa 2005, 2000-də pul xərcləyirdim. Cibimdən öz reklama pul özüm qoyurdum. Mən buna inandıra bilmirdim ki, Google AdWords reklamı lazımdır bizə. Bilmirdi Google AdWords nədir. Əlində papkalar oturublar belə stolun qovluqlarla. Sən bunu eləyirsən, o sən orada torba tikir, öz rahat yolla. Sən təbii ki, belə onda bir dəfə, iki dəfə, sən də vətən sevgin də belə limitsiz deyir ki, bir yerdən sonra tükənir də onun bir hissəsi. Yəni mən tam səmimi deyirəm. Mən deyək ki, əvvəlcə mən Sabir Rüstəmxanın kitabını oxuyanda ağladığım olub. Biz mənim qohumum öləndə ağlamıram mən. İndi inanırsınız o kitab oxusanız mənim çox maraqsız gəldi. Deyirəm ki, artıq vəziyyət dəyişir. Dediyim kimi, dövlət qurumundan görüşmüşəm, bu super layihədir. O müddət ərzində də layihəni götürüb oradan altdan çırpışdırır orada.